Bugün mən sizə bizim menstruasiya dövrlərimizdən danışacağam. Bizim menstruasiya dövrümüz 4 bölümdən ibarətdir. Qadından qadına 28 gün dəyişə bilər. Ən narahat edici dövr menstruasiya qabağı dövrdür. Əsəblik, şişkinlik, ödəm, şirniyyat krizləri. Bu dövrdə dəmir, maqnezium və sağlıqlı yağlara üstünlük vermək lazımdır. Gəldik menstruasiyanın 5-ci və 9-cu günlərinə. Bu günlərdə estrogen səviyyəsi yüksəlir, orqanizm daha çox yağ yandırmaq meyilli olduğu dövrdür. Bu dövrlərdə orqanizmə istədiyini verməliyik. Protein və sağlıqlı yağları artırır, yumurta və avokado ən yaxın dostunuz olur. Gəldik ovulyasiya dövrünə. Estrogen və progesteron çox yüksəlmiş səviyyədə. Enerji göylərdə. Bu dövrü qadınlar daha yaxşı bilir. Metabolizma sürətlənir. Bunun üçün yüngül proteinlər və lifli tərəvəzlərlə bu dövrü daha da gözəlləşdirin. 28 günlük dövrün 16-cı 19-cu günü progesteron artmağa başlayır. Azlıq hissi daha çox olur. Orqanizmin enerji ehtiyacı var. Bunun üçün sağlıqlı karbohidratları artırmaq lazımdır. Maqnezium tərkibli qidaları rasionunuza daxil edin. Menstruasiyanın 1-5-ci dövrü. Adət dönəmi başlayanda enerji azalır, dəmir aşağı düşür. Əgər anemiyanız varsa, bu sizə daha da təsir edir. Bunun üçün dəmir, maqnezium, omega 3, vitamin B qrup tərkibli qidaları rasionunuza daxil edin.